Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, şagirdlərimiz. Bildiyiniz kimi Rusiya biz 3 hissəyə bölmüşdük. Rusiya dərsi, daha sonra 2 hissəli idi Rusiya bizim dərsimiz. Daha sonra 19-20 dərsimiz bizim Rusiyada danışır təbii ki. Rusiyanın demək birinci hissəsini YouTube'da paylaşmışam, YouTube'dan izləyə bilərsiniz, ikincisi də paylaşılıbdır. Bugün isə Rusiyanın 3-cü hissəsini paylaşıram. Rusiyanı niyə belə 3 hissəyə böldük? Çünki Rusiya biraz geniş bir mövzuydu. Yəni onu 3 hissəyə bölmək düşündüm, daha rahat demək anlaya bilək deyə. Demək, bugün demək başlayaq, davam edək. Rusiyanın son 19-20 dərsini Rusiyanın tamamlayaq və bitirək. Demək, Rusiya bildiyiniz kimi başdan gələk. Deməli, 19-20 dərsi Rusiya demək kimdən söhbət edirik? Rusları birinci Aleksandr dedik. Aleksandr 1801-dən 1825-ə qədər Rusiyanın çarı olmuşdur. Ondan sonra birinci Nikolay gəlir hakimiyyətə. Birinci Nikolay 1825-dən 1855-ə qədər hakimiyyətdə olmuşdur. Ondan sonra ikinci Aleksandr gəlmişdir. Aleksandr 1855-dən 1881-ə qədər hakimiyyətdə olmuşdur. Ondan sonra 3-cü Aleksandr gəlir. Üçüncü Aleksandr 1881-dən 1894-ə qədər hakimiyyətdə olmuşdur. Və bildiyimiz sonuncu çar, deməli, Nikolay. İkinci Nikolay demək dövrü başlayır. İkinci Nikolayın, deməli, Nikolay 1894-cü ildən 1917-ci ilə qədər Rusiyanın sonuncu çarı hesab olunur. Yəni biz bu günləri demək kimi öyrəndik, Rus çarı 2-ci Aleksandr öyrəndik və bununla da Rusiyada çar idarə sisteminin sonuncu nümayəndəsi olan 2-ci Nikolayı öyrənmiş olacaq. Məsələn, bunlarla bağlı qısa bir tez məlumat verək. Məsələn, 1-ci Aleksandrla bağlı nə deyə bilərik? Napolyon Bonaparte müharibəsi var, Tilsit müqaviləsi var, Borodin döyüşü var. Məsələn, 1-ci Nikolayla bağlı nə deyə bilərik? 1-ci Nikolay dövründə məsələn, ölkədə sərt bürokrat sistemin qurulması, istibdad rejimin qurulması və bunun dövründə Krım müharibəsi başlayır. Amma 2-ci Aleksandrda Krım müharibəsi bitir. 2-ci Aleksandrla bağlı təbii ki, o geniş bir mövzudur. 2-ci Aleksandrla bağlı məsələn deyilərik, islahatlar dövrü hesab olunur. Daha doğrusu böyük islahatlar dövrü hesab olunur. Ondan sonra 3-cü Aleksandrla bağlı deyə bilərik ki, 3-cü Aleksandrın dövründə qeyri-Rus olmayan millətlərə qarşı ali seçicilik aparılmış və Rusiyanın xalqların həbsxanası dövrü adlandırılmışdır. Və gəldik 2-ci Nikolaya. Bir dənə də bir məlumat yeyiş olar deməli, Rusiyanın ilk çarı 1547-ci ildə 4-cü İvan Grozno olmuşdur. Rusiyanın ilk rəsmi çarı bu şəxs olmuşdur, son çarı 2-ci Nikolay olmuşdur. İndi biz başlayaq 2-ci Nikolayla olan dövrlərimizlə bağlı məlumatlar paylaşmağa. 2-ci Nikolayla bağlı nələr deyə bilərik? 2-ci Nikolayın dövründə əslində, belə desək, 20-ci əsrin əvvəllərində dünya iqtisadi böhranı baş verir. Yəni, təqrib olaraq bu illərdə 1900-1900-cü illər dünyada nə baş verir? İqtisadi böhran baş verir. İqtisadi böhranlar baş verir və bu təbii ki, Rusiyadan yan keçmir. Çünki Rusiya təbii ki, dünyanın həmin dövründə indi necə ki, böyük bir dövlətdir, o dövrdə də böyük bir ərazi sahibidir, həm də beynəlxalq aləmdə öz gücünü daima göstərir. Və dünya iqtisadi böhranı Rusiya təsir edir. Rusiyanın bir çox demək, manufakturaları, sənəd demək, zavodları deməli, bağlamağa başlanılır. Əhali böyük qisminin işsizləşməsinə səbəb olur. Deməli, işsiz insanlar sayı artmağa başlayır və ya bütün sahələrdə böhran başlayır. Ərzaq, iqtisadi, siyasi, sosial, bütün sahələrdə böhran başlayır və bu da təbii ki, ölkədə nə səbəb olur? Üsyanlara, çıxışlara və iftişaşlara səbəb olur. Məsələn, 2-ci Nikolayın dövründə başqa məsələ nə deyə bilərik? 2-ci Nikolayın dövründə deyə bilərik, Rus-Japon müharibəsini deyə bilərik. Bununla bağlı burada məlumat verim. Demək, 2-ci Nikolayın dövründə, demək uşaqlar, 1904-1905-ci illərdə demək, Yaponlarla müharibəsi baş verir. Rus-Japon müharibəsini deyirik biz. Bu müharibə Rusiyanın məğlubiyyətini bitir. Uzaq şərqdə Yaponiya dövlətinin məğlub olması Rusiyanın şərq bölgələrində böhranın daha da artmasına səbəb olur və Yaponiyanın qələbəsini bitir. Və təbii ki, bu da Rusiyanın daxilində daha da üsyanların qızışmasına və Çar 2-ci Nikolaya qarşı inamsızlığın artmasına səbəb olur. Və demək gəldik 1905 və 1907-ci illər Rusiyada birinci burjua inqilabı deyirik uşaqlar. Birinci burjua inqilabı deyirik. Və bu, vətəndaş müharibəsi deyə bilərik bunu biz. Demək, 1905-ci ildə deməli, Peterburq şəhərində tətilçilər, tətil edilen şəxslərə qarşı gülləbaran edilir. Onların çoxu öldürülür və ondan sonra Moskvada tətilçilər başlayır. Hətta Azərbaycan tarixində də yəqin ki, oxumuşuq, xatırlayırsınız şu an deməli, bizdə tətillər baş verib. Azərbaycan tarixində tətillər, belə desək, burada qeyd edək, Azərbaycan tarixində tətillərimiz var uşaqlar. Məsələn, Azərbaycan tarixində tətillərimiz, bilirsiniz, biz Rusiya tərkib olmuşuq.
Yazaq bura Azərbaycan, Azərbaycan və tətildir. Tətildir. Bəs bizdə Azərbaycanda, yəni biz də Çar Rusiyasının tərkibində olduğumuz dövrdə tətillər baş verir və neçənci ildə oldu. 1800 və Çar 2-ci Nikolay dövrünə aid bunlar. 1895-ci ildə baş verir. Ondan sonra 1902-ci ildə aiddir. Sonra 1903, 1904 və 1905-ci ildir. Yəni bu illərdə bizdə tətillər baş verir. Yəni tək Rusiya, Moskva, Peterburg kimi şəhərlər deyil, Rusiyanın uzqar müstəmləkə ölkələri, müstəmləkə ölkələrdə də eyni tətillər baş verir. Məsələn, bu biraz incəlik və detallı bir bölüm sizin üçün. 1895-ci ildə nə baş vermişdi? Bakı tütün fabrikində fərqli tətillər baş verir. Və Azərbaycan tarixində ilk hərbi vəziyyət elan olur. Bu bir yerə şübhə qeyblə yazı qalsın. Və burada yeniyetmə fərqlər maaşı artırılır. 1902-ci ildə ilk siyasi nümayiş. Siyasi nümayiş nə deməkdir? Dövlətə qarşı çıxanlar deməkdir. 1903-cü il, bəs bu tətilin adını biz dedik, ilk ümumi tətil baş verir. Həmən tətil deməli, tətilçilər birinci tədbir üzülür, iş saat azalsın, əmək haqqı artırılsın. Məsələn, burada iş saat neçə saat olur? 8 saat olur. 1904-cü ildə tətil bəs, bu isə deməli, neft sahəsində çalışan fəhlələrlə sahibkarlar, yəni neftin sahibkarlar arasında mazut konstitusiyası və yaxud bunu deyilir, müştərək müqavilə imzalanır. Burada isə 9 saat iş sistemi qoyulur. Həftədə bir gün istirahət, ildə isə məzuniyyət. İldə bir dəfə olsa məzuniyyət çıxmaq tələbə əsülür. Və 1905-ci ildə isə digər mexaniki sahədə işləyən fəhlələr də tətillərdə qərarə salınır. Bu demək tətillərimiz deməli bizə aid tətillərdir. Yəni Azərbaycana aid tətillər hesab olunur. Və bunların hamısı, bir də bunu qeyd edə bilir uşaqlar, 1916, deməli 1917-ci illərdə. Bu illərdə tətil baş verir, Birinci Dünya müharibəsi dövründə Şimal Azərbaycanda. Burada isə qadınların üsyanı deyilir. Burada demək, ərzaq çatışmazlığına görə üsyan alınır. Demək ki, verdiyimiz kimi, Çar 2-ci Nikolayın dövründə tək Rusiya şəhərlərində deyil, həm də Azərbaycanda da tətillər baş verir, gördüyünüz kimi. Qaydaq 2-ci Nikolay. Demək, 2-ci Nikolayın dövründə inqilab baş verir və Çar bu qədər tətillərin qarşısında dayana bilmədi və 1905-ci ildə manifest imzaladı. Manifest nədən ibarətdir? Tətilçilərə söz hüququ, yığıncaq qurmaq, toplaşmaq, mətbuat hüququ edir və onlara Duma bildiyimiz Dumaların çağırmasına icazə verilir. Yəni Duma nəymiş olar? Dumalar da Azərbaycan tarixində var. Dumalar bizim bildiyimiz milli məclis kimi bir şey. Yəni milli məclis var, bildiyimiz parlament deyilik, Azərbaycan milli məclisi, onun kimi bir şeydir. Və deməli bu Dumalar deməli 4 dəfə olub. Məsələn, Azərbaycan tarixində bildiyimiz Dumalar 1906, 1907, 1907 və 1912. Azərbaycan tarixində bunu bilirik. Mən sizə bir məsləhətim açın Azərbaycan tarixinin o hissəsini təşkil edir. Çünki hər şey bura qeyd edilmək məncə deyirəm. Deməli bu 1905 Çar 2-ci Nikolayın manifestinə görə söz, mətbuat azadlığı, yığıncaq qurmaq, toplaşma hüququ verilir və Duma çağırılır. Amma 1902-ci il demək Dumanın deməli qovulması ilə Çarın imzaladığı bütün o əvvəlki o hüquqlar, azadlıqlar vermişdi. Azadlıqlar, hüquqlar, ondan çoxu artıq birisi ləğv olundu. Və 1907-ci ildə Çar 2-ci Nikolay qovuldu. Belə desək, deməli 1905-1907-ci illər Burjin inqilabı aqrar məsələni həll edə bildi mi? Edə bilmədi. Yəni, burada yazaq, demək bu inqilab hansı məsələni həll edə bilmədi çox dedik, aqrar məsələni həll edə bilmədi. Yəni, bu yanlış qaldı. Və bu hadisələrdən sonra, demək, Çar 2-ci Nikolay başa düşdü ki, Rusiyanın kənd bölgələrində sosial həyatı yoxdur. Çünki inqilab harada baş vermişdi? Kənddə də baş vermişdi. Və bunun üçün də 1906-cı ildə baş nazir təyin etdiyi Pyotr Stolpin adlı bir şəxsi islahat keçirməyə tapşırıq verir. Pyotr Stolpin adlı bir şəxs demək, kənd icmanının dağılmasına bağlı islahat keçirməyə başlayır. Və bu adı ilə də Rusiya tarixində bu adını düşür. Stolpin islahatlar deyilir. Adamın adı nədir? Pyotr Stolpin. İslahatlar adı necə qalır? Stolpin islahatlar deyilir. Demək, Pyotr Stolpin 1910-cu ildə Pyotr Stolpin. Demək, bu şəxs 1910-cu ildə demək təyin olunur? Nazir təyin olunur. Belə yazalım, nazir təyin olunur. Bu islahatın demək, Stolpin islahatlar deyilir. İslahatın mahiyyəti nədir? Kənd icmanı dağılması. Yəni, kənddə Çarın sosial dayağını yaratmaq. Yəni, Çarın oradakı dayağını daha gücləndirmək. İslahatın mahiyyəti budur. Demək, bu islahatın həm siyasi, həm də iqtisadi tərəfləri var. Məsələn, Pyotr Stolpin islahatları deyilir ona burada. Demək, bu islahatın
Stolpin islahatının iki tərəf var. Belə buradan qeyd. Bir siyasi tərəf var, bir də tərəf var deyirik, iqtisadi tərəf var. Demək, siyasi tərəf nədir? Demək, Rusiya arasında dumalar ki, o dumalar var idi. Orada seçkilə keçirdiyi zaman, orada yaşayan müsəlman xalqların bir çox, belə desək, hüquqların məhdudlaşdırılmasına bağlı dəyişiklik edilir. Yəni, oradakı dumalarda müsəlmanların hüquqlarına bağlı. Yəni, məsələn bu. Buradakı siyasi cəhət bunun ibarət. Bir təcrübə edirəm. Rusiya ərazisində yaşayan müsəlmanların dumalardakı seçkilərindəki o məhdudiyyətlərə dəyişiklik edilir. Yəni, məsələn, bildiyimiz kimi, Azərbaycan tarixində oxumuşduq, 4 dənə duma vardı, bəlkə dedim, 1906, 1907, 1907, 1912. Məsələn, biz deyirik ki, neçənci duma mültəci qanunlarını daha çox alır. 3-cü duma. Niyə 3-cü duma? Çünki Rusiya ərazisində yaşayan nə qədər müsəlman xalqlarının, müsəlman xadimlərindən, dövlət adamlarından cəmi 7 nəfər həmin dumaya seçilmişdir. Yəni, müsəlmanlara qarşı qeyri-adi seçkilik var. Bu siyasi, iqtisadi tərəfi nə edir? İqtisadi tərəfi oydu ki, iqtisadın əsas məqsədi kənd icmalının dağılması və xırda mülkiyyətçiliyin inkar edilməsi. Və Sibir, Altay aqrar rayonlarında kəndlərin torpağını təmin etmək. Bu iqtisadın məqsədi. Bir təkrar edirəm. Demək, iqtisadın məqsədi nədir? Demək, kənd icmalının dağılması və deməli, xırda mülkiyyətçiliyin inkar edilməsi və Sibir və Altay aqrar rayonlarında kəndlilərin torpağını təmin etmək. Bu iqtisadın məqsədi. Və iqtisadın əsasında baş verdi. Deməli, iqtisad, icma torpaqlarının kəndlər arasında icma nədir? İcma cəmaata aid olan torpaqlar. Demək, həmin icma torpaqlarının iqtisada görə kəndlər arasında bölüşdürülməsinə, kəndlər icmalardan çıxmasına, yəni çıxa bilər, qala bilər, gedə bilər. Bir də narazı, yoxsul və üstün etmiş kəndləri Sibir, Altay və Cənubi Qafqaza köçürməkdir. Yəni, iqtisadın məqsədi var, nəticələri var. Nəticə budur və bu iqtisad Pyotr Stolpin, yəni kəndi iqtisadı, demin nəticəsi nə olur? Kəndlər arasında təbəqələşmənin baş verməsinə səbəb olur. Bu qədər uşaqlar, Rusiya ilə bağlı ümumiyyətlə mövzularımız paylaşmış dediyim kimi, birinci hissəsi var, ikinci hissəsi var, bu da üçüncü hissəsi var. Və Azərbaycan tətilləri də burada qeyd etdik. Yeri burada olanları qeyd etdik. Rusiya ilə bağlı bu mövzuya diqqət edək. Rusiyanın bəlkə deyərdim ki, ən çətin və ən geniş mövzusudur. Yəni, burada imkanı sual düşmə ehtimalı var təbii ki. Biz diqqət olmaq lazımdır. Bir də ən son bir vurğulayın bir şeyi. Ondan sonra Rusiya məsələsini artıq işini açdıraq. Rusiyada demiş olar, demişdik ki, rekrut. Rekrut nə deməkdir mənası? Əskər deməkdir. Əskər. Rekrut toplanmasını tətbiq edən kimdir? Tətbiq edən birinci Pyotrdur. Birinci Pyotr rekrutu tətbiq edəndir. Bəs bunu ləğv edən kimdir demişdik? Ləğv edən ikinci Aleksandr 1870 hərbi statına görə deməli rekrut stilini neyir? Ləğv edir. Bu qədər uşaqlar, Rusiya dərsimiz inşallah dinləyin, qeydlərinizi götürün, yadda saxlamaya çalışın və inşallah bu dediklərimiz sizlər üçün bir faydası olsun və sizin uğurunuzu görmək, sizin sevincli, xoş günlərinizi görmək biz mənlər üçün təbii ki, ən böyük xoşbəxtçilikdir. Oldu, sağ olun. Növbət dərslərində görüşəndək. Növbət dərslərlə bağlı hansı mövzular istəyirsinizsə, çətin bildiyiniz mövzu, məsələn, fərqi yoxdur. Onlara kommentlərə yaza bilərsiniz. Orada qeydlərinizi götürün, mən onlara baxıb təbii ki, onunla bağlı dərslər yenə paylaşımlara üstünlük verəcək inşallah. Oldu, sağ olun.